ay psixoloq xanım, əvvəla Elnarə xanımın danışdıqlarını kontekstdən çıxardıb, insanlarda Elnarə xanıma qarşı agresiya yaratdığın açıq-aydın oradan görünür. Çünki Elnarə xanım deyir ki, birincisi özününkindən misal çəkir. Deyir ki, xanım ailəsinin xanımı olar. Burada hansı səhv fikir var ki, ay dostlar? Bu bir. İkincisi, dostlar, həmən psixoloq xanım mənimlə bir müğənninin müqayisəsini aparan bir səhifədən mənimlə o müğənninin təbii halımızı yan-yana qoyub müqayisə aparıblar. Bu psixoloq xanım götürüb bu vaxtı bizim bu videomuzu mənim ayağıma yazaraq yazıb ki, Afət Fərmanqızı bir xanımın təbii görünüşü ilə onu alçaldır. Sözündən belə çıxır. Ay xanım, onun təbii görünüşü onu niyə alçaltsın ki, başa düşmürəm. Onun təbii görünüşünü mən yaratmamışam ki, mən də alçaldım. Allah nə cür yaradıbsa, sən onu alçaldan birinci, onun təbii görünüşünə alçalmaq deyirsən. Bu bir. İkincisi, təbii görünüşündən utanan insan özü bilər. Onda mənim günahım yoxdur. Mən də ona səs atdım ki, sizin bəzi tənqidlərinizi bəyənirəm, qarşıma çıxır da. Amma bu məsələdə haqsızsınız. Bu götürüb mən bu səs yazımı deyir, Afət xanım deyir, sizin tənqidlərinizi bəyənirəm. Bəs onda sonraki yazışmaları, danışıqları niyə paylaşmırsan? Elə buradan deyirəm. O məsələdə haqsızsan. Məni müqayisə eləmişdi. Nə kiminləsə ki, güya mən kiminsə təbii görünüşü ilə onu alçaldırım. Təbii görünüşü odursa, o niyə alçalır ki? Bu bir. İkincisi, ay savadlı psixoloq xanım, siz bilirsinizmi ki, iki nəfər arasında olan səsləşməni mənim icazəm olmadan sənin ictimailəşdirməyin səndə cinayət məsuliyyəti yaradır. Yəni, mən istəsəm sənin aidiyyatı qurumlara şikayət eləyərəm, sənə cinayət çaşdıraram qanunla. Ona görə ki, sən mənim icazəm olmadan mənim səsimi, hələ deyirsən ali təhsilliyəm. Ali təhsilli insan bilməlidir ki, qarşı tərəfin icazəsi olmadan onun səsini ictimailəşdirə bilməz. Bəlkə sənin ictimailəşdirdiyin o səs mənim evimdə faciəyə yol açır. Bu bir. İkinci də ki, mən ad zad çəkməmişəm. Mənim danışığımda nə ad çəkilməyib, nə bir şey sən götürüb yuyulmamış qaşıq kimi, ay xanım, orada belə bir mənim ünvanıma, mənim səsimi qoyub deyirsən, Afət xanım deyir, səni izləyirəm. Səni qabağıma çıxırsan izləyirəm. Amma mən səni şikayət eləməyəcəm. Çünki mənim ona vaxtım da yoxdur, həvəsim də yoxdur. Mən o şeyləri eləmirəm. Mən sənin səhifəni hüququmla səhifəni vurduracağım. Mənim ona hüququm çatır. Qanuni şəkildə. Qanun deyir ki, müəllif hüququ deyilən bir şey var. Müəllif hüququmla öz profilimdən sənin profilini şikayət əsasında sildirəcəm. Bir dəqiqə, İngiliscə işləmlərimi. Sabahınız xeyir olsun. Şey elə bildiniz, o dünənki səhifəni. Всё. Mənim profilimin şeyi var da sizdə. Adı nədir? Parol. Yaxşı. Gözləyirəm qadasını alın. Biraz cəldləşdirin. İstəyirsiniz iki nəfərin də orada videoları var. Onları da göndərim. Onların da səhifəsindən, adından eləyək. Yox, e-mailini mən şey istəmirəm. Bütün səhifə istəyirəm getsin də qadan alın. Çünki o mənim haqqıma ikinci dəfədir girir. Yaxşı. Oldu qadasını alıram. Oldu, çox sağ ol. Hə, bu Arif bəydir, Türkiyədə yaşayır, mənim menecerimdir. Arif bəy buradan salamlayıram. Mənim işləmlərimi aparır, İngilis dilində o bilir deyə, aidiyyatı yerlərlə o yazışır mənim əvəzimdən. Davernas da verim, ona etibarnamə vermişəm ki, mənim bu işləmlərimi görsün. Burada gizlin bir şey yoxdur. Zamiqin səhifəsində vurdurduğum kimi bunun səhifəsində vurduracağım. Bu gündən sonra mənim icazəm olmadan, mənim əleyhimə, xalqın gözündən məni salmaq amaçlı videolar çəkən, videolar paylaşan bütün səhifələri vurduracağım.